Salam, hər vaxtınız xeyir olsun. Əziz və hörmətli Elmir Amlaç kanalının izləyiciləri. Sizləri salamlayıram Şuvalan Mayak ərazisindən. Birinci stopdan, Alaçatı restoranından, tikinti materialları satılan marketdən 850 metr məsafədə. Son zamanlar məsafələri ölçürəm, düzgün demək üçün. 850 metr məsafədə, 6 sotun içərisində çox keyfiyyətli, tam əşyalı, 190 kvadrat, 485 min manata bir ev təqdim edəcəm sizə. Həyətdə, evdə 4 fəsil yaşamaq olar. Mayakın ən gözəl ərazilərindədir. Son illər demək olar ki, mən Mayakda çox evlər satmışam. Mənə elə gəlir ki, bu evdən birini mən də sataram. Niyə deyirəm birini? Bunun arxasında başqası da var. O hələ hazırdır, o da inşallah tez bir zamanda satışa çıxacaq. Qapını açıb elə-belə arxadan həyətin göstərəcəm sizə. Amma inşallah hazır olan kimi çəkib sizlərə təqdim edəcəm. Həyətdə nə yerləşib? Geniş, gözəl bir küçəsi var. Dalanların birindədir. Avtomatik olaraq pultla təsis olmuş darvaza, həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı, bu hissədə isə həyətin ümumi texniki otağı yerləşir. Sağ tərəfdə döşəməsi isti döşəmə olan, bu hissəsi cam balkonlu, ön hissəsi cam balkonlu, bütün əşyalarla təchiz olunmuş, soyuducudur, qaz sobasıdır, su hövzəsidir, mətbəx mebelidir, stoludur, kreslosudur, təchiz olunmuş yayqış mətbəxi yerləşir. Hovuzumuz aşma hovuzdur, 4 dənə şəlaləsi var, fontan, bu hissədə dəvəboynu şəlaləsi var. 4 metrənin 8 metrəyə olan isti hovuzdur. Bu hissədə açıq duş var. Hovuzdan istifadə edildikdən sonra yay vaxtı klorlu suyu yuyulmaq üçün istifadəyə üçün nəzərdə tutulub. Şezlong qoymaq üçün yer. Mətbəx otağının qarşısında üstü bağlı veranda, maşallah gözəl bir verandası var. Oturub dincəlmək üçün. Bir daha söyləyirəm, ev haqqında, yerləşmə haqqında tam olaraq, tamına düzgün bir sizə məlumat verdim. İndi isə keçirəm evin daxilinə. Gəl. Geniş dəhliz. İçəridə kondisionerlər yanır, Elvin, cənnətdir. Gözəl bir sərinliyi var. Geniş dəhliz olmağı çox gözəldir. Keçən kimi sağ tərəfdə damafon. Sol hissədə divarın içərisində dolab. Buradan bura qədər yığılıb. Bunun arxa hissəsində döşəməsi çox keyfiyyətli tarketlə yığılmış bütün isti döşəmə və qonaq otağı. Kondisioneridir, divanın kreslosu və TV stendi tam mərkəzində televizori. Divar kağızı qəşəngdir. Üzbə-üzdə mətbəx otağı. Genişdir, mətbəx otağı da maşallah genişdir. Kondisioneri, stolu, sobaları, paltar yuyan maşını, qab yuyan maşını, su hövzəsi, qaz sobası və soyuducusu mətbəx mebelindəki gözümüzün qabağındadır. Bütün elektrik cihazları hamısı Panasonicdir. Tam mərkəzdə bir dənə burada bəzənmə stolu var. İsitmə, soyutma sistemi.